Salam, hörmətli icraçı. Bəzi şəxslərə pensiya vermirlər ki, sizin 25 il əmək stajınız yoxdur, əmək stajı olduğu halda, yəni pensiya kapitalı yığılmayıb, ona görə sayılmır. Sosial ödənişlər olmayıb, ona görə sayılmır. İnsanları belə aldadırlar. Bəzi vətəndaşlar sosial yardım vermirlər ki, siz aliment almısınız, sizə düşmür. Və yaxud bəzi vətəndaşlara əyri təyin olunduğu zaman əyri vermirlər ki, sizə düşmür müəyyən səbəblərdən. Və yaxud əyri aldığınız zaman bir müddət keçəndən sonra vərəqə ki, sizin əyri vərəq olmalıdır. Mən hüquqşünas Zaur Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, bu halda nə edəsiniz ki, həm pensiyanı bərpa edəsiniz, həm sosial yardımı, həm də əyri bərpa edəsiniz. Qeyd edin ki, mən özümdə əyri olan şəxsin əyri arabasındayam. Hörmətli icraçı, mənim əziyyətim hədər getməsin deyə videonu bəyənin və YouTube kanalına abunə olun. Eyni zamanda kimin imkanı varsa, videodan fayda gördünüzsə, imkan daxilində iyanə edin kanala. Mütləq qaydada. Mən özümdə yer açıram, orada hüquqi yardım göstərəcəm, gücləşdir. Eyni zamanda əyri dostlarımın hər işini satacağım. Yəni pula ehtiyacı var. Kimin gücü nəyə satırsa iyanə etsin. Normalda qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefona hüquqi məsləhətin verilməsi 10 manatdır. Amma ayın axırına qədər kampaniya edirəm. Kimin gücü nəyə çatdı, ödəniş etsin. Kimin nəsi varsa, WhatsApp səsinə göndərsin. Ərzələrin də yazılması ayın axırına qədər 30 manatdır, normalda 50 manatdır. Hörmətli icraçılar, nəzərə alın. Mütləq qaydada. Onu da qeyd edin ki, videonun bir hissəsini şotda qoyan qısa o. Sonra yuxarıda videonun adını yazan ki, altında da yazın tam videoyu YouTube'da girib baxa bilirsiniz ki, baxın hər şey sizə aydın olsun. Hörmətli icraçılar. Və yəni keçən mövzuya, deməli, birinci növbədə pensiyadan danışaq, nə etmək lazımdır? Hörmətli icraçı. Əgər 25 işləmişsinizsə, pensiya kapitalı yığılmışsa və sizin verdiyi əmək kitabınızda möhür var ki, falan şirkəti, falan təşkilatı işləmişsiniz, o halda mütləq qayda vaxtı itirmir. Həmin şirkəti verin məhkəməyə. Verin və pensiya kapitalının ödənməsi barədə tələb edilsin. Bir variant bu. İkinci variant odur ki, hörmətli icraçı, siz 3 nəfər şahid tapar məhkəməyə müraciət edin ki, həqiqətən mən falan yerdə işləmişəm. Artıq ödəyib ödəməyib sizin yəni məsuliyyətinizdir, hörmətli icraçı. Nəzərə alın, mütləq qaydada. Onu siz edə bilərsiniz. Ərazi üzrə inzibata məhkəməyə müraciət edərək. İndi bu barədə geniş məlumat verəcəm. Qısa sosial yardımdan bağlı məlumat verim. Əgər aliment almışsınızsa, mütləq qaydada ərazi üzrə məhkəmə icraçısına yaxınlaşın. Ondan kağız alın ki, nəyə görə aliment almışsınız. Ola bilsin vətəndaş aliment ödəyən xaricdə olsun.